Bu qadın ərinin telefonunu qurtdalayan vaxtı orada başqa bir qadından ərinə mesaj gəldiyini görür. Qadın şişəsi ərindən şübhələnir, amma əmin ola bilmədiyindən kişini yoxlamağa qərar verir və əri ilə yatması üçün bir küçə qadını satın alır. Bu qadın o biri qadının tapşırığından sonra yemir, içmir, sıraza gedir kişinin yanına, yazıq kişini yoldan çıxartmağa. Təbii ki, bu iyrənc yoxlanışdan xəbərsiz olan bu günahsız məzlum kişi bu tələyə düşür, qadınla yaxından tanışlıq qurur. Qadın təzədən yemir, içmir, qayıdır əsas qadının yanına, ərinin onunla rahatlıqla tanış olduğunu xəbər verir. Əsas qadın o biri qadına deyir ki, sən biraz da yoxla görək sənlə işi bişirəcəkmi, yoxsa mənə sadiq qalacaqmı? O biri qadın təzədən yemir, içmir, yenidən yazıq kişinin yanına qayıdır. Bu dəfə artıq bu qəlbi təmiz kişi bu qadının bu qədər açsız olduğunu öyrənəndən sonra yazığı gəlir, aparır qıza daldayda stoliçni salat yedizdirir. Salatı yeyib qutarandan sonra qadın təzədən qayıdır, əsas qadına olub bitəni danışır. Əsas qadın deyir, stoliçni ilə olmaz, siz yaxşısı gedin, lülə kebab çəkib yiyin. Ərim səndən kebabı da yesə, demək ki, ondan bir də oturub yeyib içmək olmaz. O biri qadın tapşırığı alır, gedir bu yazıq kişini təzədən yoldan çıxardır, aparır bundan kebablayır. Bu xəbəri eşidəndən sonra əsas qadın düşür depressiyaya və bu yaşdan sonra ərindən ayrılıb kimlə oturub yeyib içəcəyini bilmir. Bu şeyləri beynində fırlaya təzədən gəlir o biri qadının yanına və burada işin rəngi dəyişir. Vəziyyət elə gətirir ki, bu iki qadın qalxırlar yuxarıda lülə kebab tapanmadıqları üçün öz aralarında pomidor yumurta düzəldib yeyirlər. Pomidor yumurtadan sonra hərə öz işinə gücünə gedir. Amma o biri qadının işi gücü olmadığı üçün düşür bu biri qadının dalına, deyir bir dənə də səndən kükü düzəldib yeyək, ondan sonra vəsiyo. Əsas qadın razı olmur, bu biri qadın isə dirənməyə başlayır. Lüləmi, tikəmi deyə qərarsız qalan əsas qadın əri ilə o biri qadını bir araya gətirib qarşılaşdırmağa qərar verir. Burada işin rəngi ikinci dəfə dəyişir və görürük ki, əri ümumiyyətlə o biri qadını tanımır. Yəni iki arvadını aldatmayıb, kebab zad da çəkib yeməyiblər. Qız hamısını özündən uydururmuş. Yəni bu əsas qadını əldə eləməkdən ötürü. Belə çıxır ki, indi kişi arvadını yox, arvad kişini aldatdı. İndi bu kişi bu arvadı bağışlamalıdırmı? Təbii ki, bağışlamalıdır. O kişidir çünki. Qadın səhvə yol verib də. Nə olsun ki, boşanmaq üçün, aliment almaq üçün kişinin arxasıca planlar qurmuşdu, izvraşenik hərəkətlər eləyirdi. Burada nə var ki? O qadındır. Qadınlar da hər zaman haqlıdır. Bunu mən demirəm ha, kino belə deyir. Çünki kişi yoldaşını başa düşür və onu bağışlayır. Ümumiyyətlə bu tip aldatmalı filmlərin hamısında kişi axırda yoldaşını bağışlayır. Amma mən hələ qadının yoldaşını bağışladığı bir filmə rast gəlməmişəm. Kişilər aldadan kimi şişəsi olurlar dış qapının dış mandalı. Dayjollara qoz qoyan olmur. Aldadılan qadınlar da açılırlar yeni, doğru, düzgün bir təzə münasibətə. İndi bu filmlər bizə nəyə soxuşdurmağa çalışır bilmirəm. Bu da çox riskli mövzudur. Ona görə də bu mövzulara girmirəm. Ya da ki, başqa bir videoda origen fikirlərimi siz gözümün işıqları ilə paylaşaram istəsəz. Ona görə də videoya like qoyun və ən əsası bildirim zilini açın ki, bu məsələlərə yaxından agah ola biləsiniz. Hər nəysə, bu biri qadın görür, yox, o biri qadın ərindən ayrılmadı, ona yaxın olmaq üçün gedir indi də bunların uşağı ilə yeyib içməyə. Yeyib içmək deyəndə ki, ısxarı yeyirlər. Ondan sonra uşağın maması gəlir, girir bunların otağına ki, bunlar əhəm-böhümlə məşğuldular. Tez oğlanı çıxardır, söylə deyir ki, get ısxarını gətir. Ona kimi təzədən bunlar qazın altını yandırırlar. Bu momentdə şah bunları çöldən görür, qadın qızı itələyir, qız yıxılır, poxa dönür. Və bundan sonra ailə normal həyatlarına davam eləyir. Hamı bir şəkildə nə isə basıb yedi, bir dənə bu kişi az qaldı.